İş qrupumuzla son hazırlıqları yekunlaşdırıb müsahibimizi gözləyirik. Həm söhbətimiz isə Azərbaycan şahmatının canlı ensiklopediyası hesab olunan Federasiyanın vitse-prezidenti Faik Həsənovdur. Bir daha xoş gördük Faik müəllim. Zəhmət olmasın, keçək burada yaşayaq. Mikrofonumuzu taxıb müsahibəyə başlayırıq. Faik müəllim, bugün beynəlxalq şahmat günüdür və Azərbaycan şahmatında bir neçə nəslin yetişməsində real canlı şahidlik etmişsiniz. Və biz ötən dövrü müqayisə edək. 20-30 il bundan öncə yetişən klassik şahmatçılarla indikinin arasında fərq nədən ibarətdir? Azərbaycanda Sovet dövründə şahmat o qədər də yaxşı inkişaf eləməmişdi. Yəni var idi, şahmatçılar var idi. Tatyana Zatulovskaya kimi bizim şahmatçımız var idi. O SSR çempion olmuştu. SSR'in olimpiya komandasında oynayırdı. Ama gençlere geldikdə, kişi komandasına geldikdə bizim komanda çok zayıf idi. Yani SSR'de 15 ülke Respublika arasında daimi onlar oynuyorlar 12. 15. yere. Yani seçme yarışlardan sonra. Şahmat dünyası təkcə gərgin mübarizə deyil, həm də tarixi faktlarla zəngindir. Faik Həsənov xatırladır ki, bu oyun həmişə dünya liderlərinin və siyasi xadimlərin diqqət mərkəzində olub. Moskvada keçirilən və brilyant figurlarla oynanılan 125 min dollarlıq seanslardan tutmuş, Fidel Castro'nun Vasili Smyslovla apardığı tarixi partiyaya qədər hər bir hadisə şahmatın siyasi və mədəni çəkisini göstərir. Timur Qarayev var, beynəlxalq grossmeisterdir. O Orta Asya'da, Qazaxstanda olan şahmat indi Amerikada yaşayır, çoxdan Amerikada yaşayır. Bizim Bakı Opena'da bir də mən onu dəvət eləmişdim, o iştirak edirdi Naxçıvanda da. Və bu bayramların birində gözü yumulu eyni vaxtda seans keçirmişdir. Yəni lövhəyə baxmadan belə bir seans var, kənarda durub orada oyunlar 48 lövhədə bu eyni vaxtda deməli seans verilmiş. Yəni baxmadan gedişləri deyir, onlar gedişi deyir, bu da deyir və bu 48 gedişin təsəvvür edin ki, əksəriyyətini 38-ini o qalib gəlib, bir neçəçi olur və 4-5 oyunla məğlub olub. Ölkə şahmatının 50 illik inkişaf strategiyası bugün beynəlxalq arenalarda öz bəhrəsini verir. Müsahibəmizi yekunlaşdırıb Federasiya rəsmisinin müşahidliyi ilə şahmatçıların real hazırlıq prosesi ilə tanış oluruq. Xəbər aldıq ki, digər yoldaşlar orada fəaliyyət göstərirlər. Bəli, əlbəttə istəyirik. Orada da çəkilişlərimizi davam etdirək. O bizim milli komanda məşğul olur olimpiyadaya. Hazırlaşırlar. Rüya Fətəliyevadır. Bilirsiniz, Avropa çempionu oldu keçən qadınlar arasında. Və o məşqçidir, baş məşqçidir, məşğul olurlar. Milli komandanın hazırlıq mərkəzində gərgin iş gedir. Ötən il Dünya Kubokunda yarım finala yüksələrək tarix yazan beynəlxalq grossmeister Nicat Abbasov indi qadınlardan ibarət yığmanın baş məşqçisi kimi sentyabrda keçiriləcək olimpiyadaya köklənib. Hal-hazırda baş məşqçiyim qadınların komandasının və qadın yığma komandamızla biz sentyabrda keçiriləcək olimpiyadaya, Ümumdünya Şahmat Olimpiyadasına hazırlıq görürük. Yarış ümumiyyətlə ağır yarışdır. Hələ ki olimpiyadadan biz medallarla geri dönməmişik. Hazırlığımızı görürük və ümid edirik ki, çıxışımız uğurlanacaq. Bu ilki beynəlxalq şahmat günü hazırda Şamaxıda keçirilən möhtəbər turnirlə də yadda qalır. Biz də zəşə sahiblərimizə qarşıdakı məsuliyyətli sınaqlarda yeni uğurlar, növbəti beynəlxalq arenalarda yüksək nəticələr göstərərək ölkəmizi layiqincə təmsil etməyi arzuluyuruq. Toğrul Quluzadə, Etibar Qurbanov, Arif Zeynallı, İTV Xəbər.